Türkiyədə Azərbaycan kanallarını ələ salırlar. Xəbərə keçməzdən əvvəl abunə olmağı və bəyənməyi unutmayın. Xalq artisti Brilliant Dadaşova ötən gün TikTokda canlı yayım zamanı yerli televiziya kanallarında baş verən bəzi xoşagəlməz hallardan söz açıb. Müğənninin sözlərinə görə bəzi verilişlərdə yayımlanan mövzular xarici ölkələrdə istehza ilə qarşılanır. Brilliant Dadaşova qeyd edib ki, xaricdə olarkən Azərbaycan kanalları ilə bağlı eşitdiyi fikirlər onu çox incidib. Onun sözlərinə görə Türkiyədə bir neçə dəfə insanların "Açın Azərbaycan kanallarını biraz gülək" dediyini eşidib və bu ifadə ürəyinə toxunub. Onun bu fikirləri də sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəs siz necə düşünürsünüz? Doğrudanmı bəzi verilişlərimiz ölkə imicinə zərər vurur? Çox belə acıq, çox abidnaya, Ruslan bir söz var, abidna, çox ürəyimə toxunub. Türkiyədə neçə dəfə eşitmişəm ki, açın o Azəri kanallarını biraz güləlim, biraz gülək. Siz, bu çox acınacaqlı bir şeydir ki, açın Azərbaycan kanallarını biz biraz gülək.